Bismillahirrahmanirrahim. Esselamu aleykum ve rahmetullah. Allah ibadət itaatlərinizi qəbul eləsin. Yenə də Nəhcül Bəlağə verilişində əziz və dəyərli ustadımız Hacı Əhlimanla birgə sizin hüzurunuzdayıq. Hacı, salamun aleykum. Aleyküm salam və rəhmətullah. Allah köməyiniz olsun. Allah sağ olasın Hacı, çox sağ olun. Hacı, biz 23-cü xütbəni başlayırıq və Əmirül-Müminin əleyhissalam bu xütbədə fəqirləri zöhdə dəvət eləyir, varlıları da mehriban olmağa, fəqirlərə qarşı şəfqətli olmağa dəvət eləyir. Və burada əvvəlcə ruzidən söhbət açır. Çünki ən aktual mövzudur, hər kəsi maraqlandıran bir mövzudur ruzi məsələsi. Buyurur ki, Əmə bə'd fə innəl əmrə yənzilu minəs-səmai iləl-ərdi kəqataratil matar ilə kulli nəfsin bimə qusimə ləhə min ziyadətin əv nüqsan. Allah həm sənə, Peyğəmbərə salamdan sonra buyurur ki, bilin, Allahın nemətləri göydən yerə yağış damcıları kimi nazil olur və hər bir kəsə az-çox Allahın müəyyənləşdirdiyi qədər pay düşür. Burada mən saxlayıram elə başlanğıc elə böyük bir mövzudan. Bismillahirrahmanirrahim. Bihi nəstəin, illəhu xeyru nasirin və mu'in. Və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin və lənətullah ala ədayim əcməin. Allah Teala'nın salavat salamı olsun Peyğəmbər əhl-i beytinə və müminlərə inşallah. Allah bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah. Danışdıqlarımıza, bildiklərimizə əməl edənlərdən qərar versin. Burada əvvəldəki Həzrət xütbənin əvvəlində ki, buradan başladı, həmin sənadan sonra əmir göydən yerə yağış damcıları kimi gəlir. Ondan əvvəl bu şarihin, bu kitabın müəllifinin xütbəyə adı qoyub ki, ümumi xütbənin içərisindən çıxarış çıxardıb, adı qoyub xütbəyə ki, Həzrət burada fəqirləri zöhdə, səbrə, varlıları da mehribançılığa dəvət edib. Ümumiyyətlə, bu mövzunun üstündə bir miqdar deyansıq, hər yerdə Peyğəmbərlərin, məsumların və Allah Teala'nın özünün insanları, müxtəlif insanlara özlərinə görə, özlərinin həm mövqeyinə görə, həm də ki, düşdüyü vəziyyət və şəraitə görə onlara tövsiyələr olunub, onlara göstərişlər verilib və məqamlarına görə hesab-kitab vədəsi verilib. Məsələn, var hədisdə ki, birdən alim beşdə gedənə qədər 70.000 avam adam beşdə gedəcək. Çünki bunların hesabı ilə bunların hesabı fərqli olacaq. Alimlərə deyəcəklər, diyanın, sizə nə qədər qulaq asıb hidayət olanlar var, onları beşdə ötürün, ondan sonra gedin. Bu da var ki, fəqirlər varlılardan daha tez gedəcək. Çünki qavmə unuqun minən nas var hədisdə ki, bir dəstə çıxacaq cəmaatın içində məhşərdən, gedəcəklər, soruşacaqlar, ilahə hara gedirsiniz, dedi, iləl cənnə. Beşdə tərəf gedirik, hesabsız deyəcəklər, bəli, bizə bir şey verilməmişdi ki, hesabda oluna. Müraciət olunar Allah Teala'ya, Allah Teala deyər ki, onlar düz deyirlər, buraxın onları geçsin beşdə, bu da var. Yəni, varlılara çox verib ki, hesab kitabı da... Onda təbiidir, hesab kitabı olunacaq. Qədim deyirdilər, mən eşidirdim biz uşaq olanda. Bilmirəm, bu hədis mənbələrində vardı, yoxdur. Adətən də o olanlar cəmaatında dilində gəzirdi. Deyirdi, Həzrət Süleyman Peyğəmbərlərin içərisində ən gec beşdə gedən olacaq. Çünki Allah ona verdiyi hakimiyyət biraz başqa cür idi də. Onun istifadə təbiətin küləyindən falanından da istifadə edirdi. Biraz hökuməti onun biraz fərqli idi. O baxımdan o hesab kitabı da onun uzun olacaq, çox olacaq. Hər halda o insanlar mövqeylərinə görə, ünvanlarına görə müxatəb olunurlar Allah Teala tərəfindən. Ona görə görürsünüz, burada deyir, fəqir zöhdə, səbrə dəvət olunur. Əğniya, amma mehribançılığa, şəfqətə dəvət olunur. Yəni, fəqir səbr eləməlidir, varlının qapısına getməməlidir. Amma birdən də fəqir varlının qapısına gələndə də o qaşqabaqla qışqırmamalıdır, nöş gəlibsən falan bəsməkən. Onu məhəbbətlə, bir şey verməsə də məhəbbətlə yola salmalıdır. Çünki adamı bir şey verməyib,
əliboş yola salanda ona bir don gezdirə bilir adam özündə. O qapıya gələn sail, fəqir. Deyə bilir, ola bilər, nə olsun, milyonu var, əlində pulu yoxdur da. Məsələn, pulu kartdadır, gedib gecə çıxarda bilmir. Məsələn, ya bayndadır, götürə bilmir. Buna don gezdirə bilir. Amma məsələn, o ki, o qaşqabaqda, o da qaşqabağı da, gülüşü də baynda döyürdü ki, təbəssümü də kartda döyürdü ki. Məsələn, bu cürə nə edə bilərdi? Yola sala bilərdi. Yaxşı, o ona görə və özdə adətən, məsələn, kimdən nə gözlənti var? O da özü bir dənə mövzudur. Kimdən nə gözlənti var? Sən görürsən, cəmiyyətdə bir söz-söhbət düşəndə deyirlər, o uşaqdır, sən özünə nə deyirsən? O savadsızdır, sən özünə nə deyirsən? O bilmir, məsələn, belə. O görmürdü. Sən ki, görürdün, nə olsun? Məsələn, 2 dənə maşın toqquşanda, məsələn, haqq yol bunundur. Amma məsələn, bu görmürmüş, fikir vermirmiş, məsələn, o bunun yoluna çıxan, amma məsələn də görürmüş, əksinə, görmürmüş. Bana deyirlər, nə olsun yol sənindir? Sən ki, görürdün o çıxır yolu, sən o qazdan çəkiydin, gəlib o keçib gediydi də, sənə dəymiydi, məsələn, bu cürə. Ona görə insanların da o müxatəb olmaları, ondan sonra onlara sözün gəlmələri mövqeylərindən asılıdır. Ona görə fəqirə, məsələn, Həzrəti Peyğəmbərdə, məsələn, hədis var, deyir, mən gedəndə 4 tayfaya arxain olub gedirəm dinin baxımından. Biri də onun fəqirlərdir. Fəqirlər nə edə bilərlər Həzrəti Peyğəmbərin dininə? Deyir, fəqirlər səbirlə keçirtməlidirlər. Yaxşı, məsələn, Quran-ı Kərimdə ayə var. Mən indi o ayənin Hacı Rahib bəlkə də tapıb açı, özünü oxuyarıq. Həzrəti Musaya o Bəni İsrail dedilər ki, sənin gəlməmişdən də qabaq belə idi. Biz sizə gələndən də sonra nə oldu? Sən bunlar gözləyirlər ki, Həzrəti Musa gələcək, bunların divarları da qızıldan olacaq. Day demədilər ki, onsuz Firon sizə bitikə çörəyi vermirdi. İndi o bitikə çörəyi rahat qazanırsınız. Musa gəlməmişdi sizi milyoner eləməyə. Yaxşı, Həzrəti Musa gəlmişdi sizin mənəviyyatınızı zənginləşdirməyə. Həzrəti Musa gəlmişdi sizi Allaha yaxınlaşdırmağa. Siz amma görüb nə gilayə eləyirsiniz? Deyirlər, ya Musa, sən gəlməmişdən də qabaq belə idi, səndən də sonra belə idi. Məsələn, fəqirlərə deyir, səbr eləyin, siz fikirləşməyin ki, məsələn, din gəlib sizi milyoner eləyəcək. Dinin onunla işi yoxdur. Baxmayaraq, iqtisadi proqramı var, ondan sonra keçmiş peyğəmbərlər də qurublar, şərait yaradıblar, filan eləyiblər. Amma əsas mövzu o deyir. Əsas mövzu başqadır. Ona görə fəqirlərə deyir, səbr eləyin. İkinci dəstə kimdir? Həzrət deyir, ikinci dəstə cahillər. Din cəhalətdən dad vurur, aləm cəhalətdən dad vurur. Həzrət deyir ki, mən dinimi tapşırıram, bir dəstə cahilə gedirəm. Ya Rəsulallah, cahil nə eləyəndi sənin dinimə? Deyir, cahil mənim dinimə kömək eləyəcək cəhalətdən çıxmağı ilə. O cahillər ki, soruşmaqdan çəkinməyəcəklər, soruşmaqdan təkəbbür eləməyəcəklər, soruşmağa tənbəllik eləməyəcəklər, öyrənməyə çalışacaqlar. Deməli, biz cəmiyyət fərdlərdən təşkil olunur da, biz bunu hamımız bilirik, hamımız gözünün qabağındadır. Və fərd də düzəlməsə cəmiyyət düzəlmir. Ona görə birinci məsələ fərdi məsələdir, sonra ikinci məsələ cəmiyyət gəlir, çıxır ortalığa birinci olur. Gərək fərdlər düzəlsin. Yaxşı, indi Peyğəmbər gedir, dinin cəmiyyəti qoyur, gedir, neçə nəfərə tapşırır, fəqirə deyir, sən səbr eləyəsən, sən səbr eləsən, sənin vəzifən səbr eləməkdir. Yaxşı, o deyir, mən eşitdim o vaxt Sovet hökumətinin vaxtında, o böyük vəzifədə işləyənlərin də o evində bir gözətçi var imiş də, keşikçi, axran, qarolçu, belə bir şey. Bu bir vaxt bilib ki, bu raykom özü də namaz qılır. Bunun da otağı varmış, həyətdə girən kimi də ona məxsus otaq varmış, orada qılırmış. Bir dəfə görür ki, raykom özü də namaz qılır. Raykom gəlib görür ki, bu keçib bunun evində, burada namaz qılır. Deyir, sən burada nə gəzirsən? Deyir ki, namaz qılıram. Deyir, sənin yerin oradır, namazı da orada qılatsın. Bura mənim üçündür. Fəqir, sənin başqa şeylə işin yoxdur. Sən otur yerində səbr elə. Cahil, sənin də başqa işlə işin yoxdur. Sən durub gəlib mollalıq eləmə. Öyrən. Sən öyrən, hə. Sənin yeganə cəmiyyətə xeyrun budur ki, bir nəfər var idi, çox mübahisə edirdi. Böyük alimlərdən biri buna dedi ki, sən İslama ən böyük xidmətin sakit oturmaqdır. Sən öyrən. Sən üçün fərdsən. Nə qədər sən cahilliyində qalıbsan,
nə qədər cahilliyində qalıbsan, o cahilliyində qala-qala sən bu İslam cəmiyyətini düzəlməyə qoymayacaqsan. Yaxşı? Və cəmiyyət belə sən onun düzəlməyin əleyhinə deyirsən, sadəcə bugünkü mövqeyin qoymayacaq onu düzəlməyə. Elə deyir, məsələn, deyir, durun cəmaat namazına. Məsələn, fərz edirik 3 nəfərik. Birinin qalxmamağı cəmaat namazının sayını azaldırdı, elə deyil. İkisi də qalxmasa da cəmaat namazı düzəlməyəcək. Sən cahil qalsın, bu cəmiyyət düzəlməyəcək. Sən yeganə vəzifən bu cəmiyyətə xidmət eləmədi ki, özü cəhalətdən qutar. Bunlara da xitab bu cürədir. Üçüncü dəstə alimlərdir, onunla da işimiz yoxdur. Onun mövzusu ayrıdır. Məsələn, tacirlər. Həzrət Peyğəmbər deyir ki, mənim dinim bir hissəsi də düşür tacirlərin boynuna. Tacir neynəsin? Səbr eləsin? Yox. Tacir neynəsin? Cəhalətdən qutarsın? Yox. Əgər o xasiyyətlər varsa yerində. Amma tacir səxavətli olsun. Bir ibarətdə Həzrət tacirin səxavətini nəzərdə tutur ki, deyir, istəyirsinizsə mənim dinim inkişaf eləsin, yaşasın, qalsın, tacirlər səxavətli olun. Yaxşı. Hətta Həzrəti Rəsulullahın bir dənə də hədisi var, deyir, nə qədər fəqirləri səbirlidir, cahilləri öyrənir, tacirləri səxavətlidir, alimləri də haqqı deyir, yerin üstü altından siz üçün xeyirlidir. Yəni, bu cəmiyyət yaşamalı cəmiyyətdir. Əksinə olanda, yəni ölməyiz qalmağınızdan yaxşıdır. Çünki cəmiyyət ölüb day. Bu cürə. Burada da əleyhissalam fəqirləri təhsibə, səbrə dəvət edir. Əğniyanı da şəfəqət, mehribançılığa, məhəbbətə, təbəssümə, gülərüzə. Yoxundursa da bayaq dediyi kimi mehribançılıqla yolaslar qoy geçsin. Bir ayə yadıma düşdü siz deyə. Təlaq surəsinin ayəsidir də buyurur ki, liyunfiq zu sa'atin min sa'ati. Yəni hər varlı insan öz varlılığı qədər, öz imkanı qədər gərək infaq eləsin. Sonra buyurur ki, amma o ki ruzisi azdır, qudir aleyhi rizquhu, fəliyunfiq mimma atahullah. Allah ona nə qədər verirsə, o qədər. Sonra buyurur ki, la yukallifullahu nəfsən illə ma ataha. Allah hər bir kəsi o qədər yük qoyar ki, o qədər yükləyər ki, onun verdiyi qədər, tutumu qədər, hər bir kəs İlla məsələn o bir ayə deyir ki, illa vus'aha. Bəli. Sonra indi onun ardından söhbət burada. Onun ardınca dərhal bir ümid işığı yandırır. Səyəcəlullahu ba'də usrin yusra. Buyurur ki, Allah mütləq və mütləq bir çətinlikdən sonra bir asanlıq yaratır. İnnə mə'al usri yusra. Yəni ümidsiz qoymur da. Yəni demək istəyir ki, indi bu müvəqqətidir əslində. Mən özüm bilə-bilə hikmət tələb edir. Sənin xeyrin budur ki, mən bu cür sənlə davranım, bu qədər sənə verim, amma Allah çətinlikdən sonra bir asanlıq qoyacaq. Həmin o bir ayədə də innə mə'al usri yusra 2 dəfə özdə mən bilən təkrar olunur. Ya bir dənə də ayə var da, yuridullah bikumul yusra və la yuridu bikumul usra. Allahın məqsədi sizə asanlıq yaratmaqdır. Allah dostunu, heç dostunu dəvət edib çətinliyə salmaz ki, Allah asanlıq. İndi dünyadır, bəzən təbii formada, bəzən bəzilərinin nəticəsində. Bəzən əslən indi buradakı acı biz oxuyacaq, indi keçəcək o bəhsə ki, Allah bəzisinə az verir, bəzisinə çox verir. Bu Allahın özünün müqəddəratıdır, şeydə təqdiridir, tədbiridir. Ola bilər kimlərsə fikirləşsin ki, niyə Allah belədir? Məsələn, Allahın bu işi ədalətlə düz gəlir, gəlmir. Zahiri baxanda yoxda gərək hamıya bərabər verəsən. Amma Allah özü deyir ki, bəzən ruzunu müqəddər eləmişik. Yaxşı. Əgər deyir, ruzi çoxları üçün deyir, ruzunu genişləndirsəydik, yer üzündə fəsad törədərdilər. Bəli. Bəğav fil ərz. Bəğav fil ərz. Elə mən də onu demək istəyirdim ki, Allah axı müdəbbirdir. Müdəbbirdir, müdəbbirdir, idarəçiliyi yaxşı bilir, tədbiri yaxşı bilir. Belə həmin o sözdür. Həzrəti Rasulullah deyir, mənim ümmətimdən bəziləri fəqirlik çəkməsədilər,
heç vaxt bu mənəvi yola gəlməyəcəklər. Bəziləri də var, onlar fəqir olsaydılar, fəqir olsaydılar heç vaxt gəlməyəcəkdilər. Bəziləri varlı olsaydı heç vaxt gəlməyəcəkdi. Bəzi də fəqir olsaydı heç vaxt gəlməyəcək. Bəziləri sağlam, hədisin adı da budur. Bəziləri sağlam olsaydı heç vaxt gəlməyəcəklər. Bəziləri xəstə olsaydı gəlməyəcəklər. Ona görə Allah, biz məsələn zahirdə belə görürük ki, Allah fərq qoyub. Amma Allah Taala hicabın o üzünə, divarın o üzünə baxıb, o fərqləri qoyub da. Belədir ki, əslində Həzrəti Rəsulullah deyir ki, ya bazar, and olsun Allah, əgər dünyanın var dövlətinin Allah yanında milçəyin qanadı qədər dəyəri olsaydı, Allah Taala kafirə ondan nə bir tikə çörək verməzdi, nə bir içim su verməzdi. Sadəcə bunlar keçinməkdən ötürdü. Burada da bəli, əleyhissalam deyir ki, əmr yənzilü minəs səmailələr kəqətəratil mətr. Bu mətər bəli. Deməli, bu tək ruziyə aid deyil. Düzdür, bunun ardıcan ruzi bəhsini gətirib. Ümumiyyətlə, Əli əleyhissalamın bir başqa xütbəsində də var ki, orada da deyir ki, kəqətril mətər deyir orada, qətərat demir. Ümumiyyətlə, o ümumi hökmlərə aiddir. Yağış tərcüməsi oldu ki, yağış damcıları kimi ruzi gəlir. Bəli, əmr gəlir, hökm gəlir, yağış damcıları kimi. Bu, siz bilirsiniz də vəcihi şəbahət var, oxşatma cəhətləri. Nəyi nəyə oxşadarlar? Yaxşı, məsələn deyirlər filan kəs biləngi polad kimidir. Məsələn, filan kəs şir kimidir. Yaxşı, filan kəs məsələn bir başqa şey oxşadır orada. Onu oxşatma cəhətləri var. Güclü adam, şücaətli adamı şirə oxşadarlar. Qolu güclü adamı polada oxşadarlar. Vəcihi şəbahəti var. Niyə məhz burada Əli əleyhissalam o məsələn, ruz göydən gələn əmri ki, məsələn, bir misdaqı da ruzidir. Ya məsələn, bizə gələn hökmlər, bizə gələn ibadi hökmlər, bizə gələn əxlaqi hökmlər, bizə gələn valideyn, övlad haqqı da, bütün bu əmrlər, nəhiylər hamısının yağış damcılarını oxşadıb. O, bir neçə dənə oxşar cəhətləri var mənim zehnimdə olan. Biri budur ki, tədrici gəlir. Birdən gəlib hamısı yüklənmir. Yağış da tədrici gəlir, hissə-hissə gəlir. Çox gözəl. Biri də ki, budur ki, mənim çoxdan ona belə baxmışam. Yadımda bir neçə dənə vəcihi şəbahət, oxşar cəhət var idi. Biri də ki, bizə bu miqdarı bəs eləyir. Sizin də yadınıza düşsə deyirsiniz. Biri də budur ki, yağış damcıları gəlir, yer üzündə hər şeyə xeyir vermir ki. Bəzi şeyə ziyan verir. Amma yağışın damcısının o günahı deyir, o şeyin özünün günahıdır. Eyni ilə Allahın hökmləri də göydən gələndə, o necə demir, yəhdi bihi kəsirən və yüzillu bihi kəsirən. Bəziləri, çoxu hidayət olar, çoxu zəlalətə düşər. Sən, ya hədisdəydi, ya ustadların dilindən birindən mən eşitdim, deyirdi, yağış kimidir. Yağış bağçaya yağanda ətri bürüyür hər tərəfə. Özü görürsünüz də yağış yağdı, dayanandan sonra, xüsusən biraz gün çıxanda ətir vurur. Peyinin üstünə yağanda üfunət bürüyür hər tərəfi. Deyir, odur ki, Allah Taala deyir, kimin qəlbləri sağlamdır, onlar neyinir, imanları artır. Amma kimin ki qəlbində xəstəlik var, nə olur? Xəstəlikləri çoxur. Fəzadəhumullah mərəza. Allah deyir ki, hələ biraz da mən əlavə edərəm, çoxaldaram. Desin, Sədi Şirazidə olmalıdır, ya Rumidədir, səhv eləmirəm. Belə bir şeir var, deyir ki, göydən yağış yağır, balıq qarnını, balıq ağzını açır. Seyyid Əzimdə də var, açır. Balıq ağzını açır, o mirvari olur. Mirvari olur, bəli, bəli. Sonra ilan deyir, ağzını açır, zəhər olur, şəfa, dərman kimi. Amma deyir, itin üstünə də düşür. Nəcis olur. İtdir, ondan heç bir şey istifadə eləmir. Elə bir dəfə özü sirkə eləyir, hamısı tökülür. Tökülür, bəli. Hələ bir ətrafı da nəcis edir. O balığın sədəf olması Seyyid Əzimin də, Allah rəhmət eləsin, hamısını, onun da şeirlərində var ki, o bir damcı su, məsələn də belə, hələ adam içir o damcı su ilə, tonla, görsən elə, nəinki o dediyimiz misallar, aləmi fəsad edir o su içməklə, amma görsən balıq içir, onu nə olur? Əgər birdən insan o, Allah o balığa o xasiyyəti verib də acı. Balığa Allah, necə Allah yer üzündə nə qədər həşarət var, hamısı çiçəyin şirəsini yeyir də.
bu vəhşi arılar, ondan sonra vəhşi qara milçək, ağcaqanad, bunların restoranda gedib bozbaş yemirlər ki, hamısı o gül çiçəyin şeyindən eləyirlər də, elə deyil, şirəsindən istifadə edirlər. Amma görsən, onların ki, hamısı heç nə olur, amma bal arın ki, dönür bal olur. Elə özdə dayı bunun Quranda bir şey ki, ayəsi var. Ondan sonra nə qədər eyni onun kimi Allah o balığa o xasiyyəti verib, məsələn, yeyir, udur onu, dönür olur, dür, mirvari. Yaxşı, arıya o xasiyyəti verib, yeyir olur, bal. Məsələn, ot, yonca, inək yeyir, Allah Teala deyir, qanın, sümüyün arasından siz fikirləşirsiniz o südü necə gəlir. Məsələn, indi o, bəzi Allahı tanımayanlar var, adın qoyub təbiət. Nə bilim, nə də indi məlumda söhbət kimlə, təbiət. Ay balam, təbiət bir dəfə bir vedrə süt versin də, təbiət o inəyin, o qanı ilə, həzm olunmuş inəyin harasını deşsən, qan gələcək. Amma məhz burada, özdə qarından keçir, orada peyin, nə bilim, nə, Allah görsün, o yeyir, o da olur süt, yaxşı. Amma bunların hamısı hacı, onu niyə görə Quran deyir, İnnəhu zəlumən cəhula. İnsan çox zalimdir, çox cahildir. Bax, bunların hamısını insan görür. Özdə hamımız bilirik ki, arının balı, inəyin sütü, qoyunun nəm quyruğu, əti, nəyi, bütün varlıq aləmdə olan İntəuddu neymətəllahi la tuhsuha. Gecə gündüz oturub Allahın neymətini sayasız qutarmaz. Bunun hamısı insan üçündür. Nə Allahın o müqərrəm mələklərinin bundan ehtiyacı yoxdur, nə də ki, heyvanatın içi, inəyin özünə lazım deyir o süt. Bunların hamısı insana xidmət edir. Çox əfsus ki, insanın bu neymətlərdən istifadə edir. İndi dürrü yetişdirənlər də var, amma əfsus ki, əksəriyyəti balıq qədər də deyir ki, onları istifadə edib ağzından heç olmasa nədir? O Sədinin də şeyi var, bu mövzuda deyir, Əbrubadu məhuxrişidu, fələk həmədər qarən tatu, nan və kəfari və bəqəflət məxuri, yer, göy, günəş, külək, fələklər hamısı gecə-gündüz işləyirlər, həqiqətən də dayanmırlar da, gecə-gündüz işləyirlər, ta sən bitkə çörək ələ gətirəsən, amma qəflətdə yeməyəsən, Allahı tanıyasan. Onlar, qədim nənələrimiz deyirdi, toyuq görmüşsünüz də su içir, sonra boğazını qaldırır, yuxarı udumaqdan ötürür. Nənələrimiz məsələn onu yozdur, deyirdi, toyuq bir damcı, hamıdan az su içən toyuqdur. Bəlkə də məxluqatın içərisində də o sinifdən üzü bu yana hamıdan az içən, hər damcısına deyirdilər Allaha şükürlər. Adam vedrəni çəkir başına, Allah o nənələrə rəhmət eləsin. Bəli, yarısını içir, yarısını yaxasına tökür. Sonra isti olsa qalanını da tökür başına. Bir dəfə demir, ay Allah şükür sənə bu suyu yaratmışsan. Birdən bu şor olsa nə olacaq? Birdən bu da o Mülk surəsinin axırıncı ayəsində də İnəsbəhə ma'ukum qavran fəmən yətiku bima'imən. Bu şirin suları çevrilsə, batsa, geçsə, sizə nə olacaq? Bəni İsrailə Allah bir dənə bax qismət eləmişdi. Bütün Bəni İsrail ayədə də səhv eləmirəm var da o hamısı oradan yeyirdi, o meyvələrdən filandan, bəsməkandan. Oradan yeyirdilər, qidalanırdılar, satırdılar, başqa şeylər də aldılar. Nafərmanlıq elədi. Ondan sonra o meyvələri, ya biri deyir, sel gəldi. Bəzi yer mənbələrdə ki, hamısını apardı. Bəzi mənbələrdə deyir ki, heç nə. Alma, şirin-şirin almaları dəyəldilər, dişlədilər, zəhər. Bütün meyvələr hamısı zəhərə çevrildi. Yaxşı, nədən nafərmanlıqların hesabını? Allah'a şükür eləmə, naşükürlüklərin hesabını. Heyf ki, insan eləmir. Əleyhissalam deyir, bunların hamısı yağış damcıları gəlir. Hazır siz o oxşatmaları deyirdiniz. Bəli, oxşatma cəhətlərdən biri həmin onun o gəlib kimə necə təsir eləməkdir. Yəni, hamı özünə görə qəbul edir. Bir də oxşatma cəhətlərindən biri bilirsiniz, acı, yağış suyu ən şəffaf və ən saf sulardan biridir. Məsələn, mən yoxlamışam. Məsələn, yolda gedəndə maşının patpresini ağcaqanad dəyər, o özün suyu vurursan, hələ şamponlu sudur, təmizləmir. Amma yağış yağanda o işlədirsən, 80%, 90% təmizləyir. Sən qədim ustalar deyirdilər, akkumulyatora yağış suyu yığın tökür. Aysa hazır sulardır da. Hə, o bir oxşatma cəhətləri də budur ki, yağış suyu ki, təmiz sudur, saf sudur, ondan sonra pak sudur
özü də pak edicidir. Allahın əmrləri də safdır, təmizdir, açıqdır, şəffafdır. Özü də pak edicidir o da. Bir dənə kafir dönüb desə la ilahə illallah Muhammedur Rasulullah sallallahu aleyhi və səlləm dönür olur pak. Həddi buluğa çatmayan 20 dənə nəvəsi var. Atası da kafirdir, anası da kafirdir. Amma tüm babası ya nənəsi bir dənə la ilahə illallah dedi. Onlar da həddi buluğa çatana qədər döndülər, oldular İslam hökmü. O Allahın əmrinin təsiri bu dərəcədədir. Ki, Həzrət də deyir ki, bəli, o cürə gəlir göydən. Hacı, bir dənə də yadıma düşən oxşar cəhətlər budur ki, Allah Teala digər surədə də buyurur. Deyir ki, biz göydən yağış indiririk. Yerdəki gölməçələr hərə öz tutumu qədər ondan qəbul eləyər və tutumu qədər dolur. Sonra o daşır. Yadımıza gəlirdi o ayə. Deyir ki, göydən biz yağış indiririk. Yerdəki gölməçələr əvdiyə. Bəli, bəli. Fəsalət əvdiyyətun bi qədəriha. Bəli, bəli. O vadilər, o gölməçələr öz tutum qədər onu qəbul eləyir, sonra da dolur. Dolur, bəli. Sel aparır. Amma dəniz nə qədər, deməli, yer üzündə kimin tutumu nə qədərdirsə, o qədər qəbul edə bilirdi. Əslində, Allah Teala o yağış dənəsi, Həzrət Əmir buyurur ki, yağış damcıları kimi bu ruzi gəlir. Bəli. İndi mənim tutumum bu qədərdir, mənə bu qədər qismət olur da. Mənim tutumum çox olsaydı, yəqin ki, çox qəbul edərdim o gölməçələr. Dəqiq. Əli əleyhissalam da elə Nəhcül Bəlağda elə bilkən deyir, hazihul qulubu av'iyyətun və əfsəluha ov'aha. Bu qəlblər deyir, qabıdır. Onun ən yaxşıları daha tutumu olandır, daha yaxşı. Orada tutumluluq əsasən böyüklükdə var, amma əsasən yaxşı saxlamaqdır. Məsələn də görürsən, bəzi qabı qorumaq. Hə də məsələn, bəzi yeməyi, məsələn, aşı çoğun qabda, qazanda bişirmək olmur. Yaxşı alümin qazanda bişirirlər. Amma saxlayanda alümin qazanda saxlamırlar ki, onu zəhərlənmə verər. Götürüb çoğun qabısana, məsələn, qədimdə o qazanların vaxtında dökülür. Bunun saxlama qabiliyyəti budur. Əli əleyhissalam deyir, qəlblər deyir, qabdılar. Yaxşısı, yaxşı saxlayandır. O da bedir. Yəni, o namazı qıldın da, yığdın qəlbivə. İndi namazı hamı qıla bilər. Amma zirəng odur ki, onu qoruya saxlaya da. Heç olmasa gedib yanına çatana qədər, dərgaha çatana qədər, bu burada bir iş görməyələr ki, qaytaralar dala. Elə, ya 2 gündən sonra məsələn də sədəqəni verir, 10 ildən sonra söz düşür, özün saxlayanmış. Şeytan da qoymur axandı. Qurtdalayır, sən də de, bitərdir. Valla ona görə demirəm, istəmirəm, bilirəm deyəndə də fəziləti gedir aradan. Gənə deyir, mən də məsələn, Allah kömək oldu, qismət elədi, getdim bir dənə fəqirin məsələn, qaz pulu sınmırdım. Allah 70 ildir sənin qazının da pulunu verir, işığını da verir. Bir dəfə sənə kiminsə yanında deyib, sənin çörəyi mən verirəm. Bir dəfə veribsən. Niyə? Vəla tubtilu sədəqatikum bilmənni vəl-əza. Elə də bilmənni vəl-əza. O minnətin dalıcan əziyyət gəlir da ona görə. Yəni, minnət qədər əziyyətli bir şey. Bəlkə də başına bir şeylə vursa, heç ona o qədər təsir eləməz. Çünki o bir şeylərin ağrısı getdiyində gələr halallıq alar, ya da bir şeylə də qaydarıb o vurar. O vaxt Əli əleyhissalam birinin atına bir dənə şillə vurmuşdu, yıxılmışdı. O da getdi, şikayət elədi. Əli əleyhissalamı çağırdılar Əbazərin yola salınmaq mərasimində. Cavabını verdi məhkəmə. Qazı dedi ki, Əli, səndən şikayət edib, bunun atına bir şillə vurmuşam, gəlsin o da mənim atıma bir şillə vursun. Başqa variant yoxdur, axı, elə deyir. Əgər o, məsələn, yuxuda biri bir yuxu görmüşdü, bu, məsələn, bu belə bir iş görür. Hələ də yadıma düşdü deyirəm, mövzumuzun əlaqəsi yoxdur. O işi də aşkara görəndə şallaq düşürdü. Əli əleyhissalam dedi ki, bir yuxuda belə görmüşəm, bu belə eləyir. Bunu deyirəm, onu yuxuda görmüşsən də şallaq deyir, mənliyinin deyir, kölgəsinə getişir, 100 dənə şallaq var. Məsələn, Əli əleyhissalamda da o qədər. Bəli, hacı, vaxtımız da deyəsən tamam olur. Hacı, bir də xütbəsində, müttəqinlər xütbəsində Əmirül-Müminin buyurur ki, Allah Teala bütün ruziləri ayırıb. Bəli. Yəni bu ruzi... Burada da elə onu deyirdi hacı. Bəli. Buyurun, oxuyun hacı. Burada da bütün ruziləri deyir ki,
Yənzil minəs səma ilə lərz kəqətəratil mətər ila kulli nəfsin bima qusimə laha. Allah Teala bütün ruzları, bütün nəfslərə nazil edir. Özdə bima qusimə laha. Onun üçün necə ayrılıb. Yaxşı, min ziyadətin av nəqsanı. İndi bəzisinə biraz çox, bəzisinə biraz az. Azı görürsünüz burada, qusimə də indi siz qəşəng bilirsiniz da bunu ərəb qrammatikasını. Qusimə feili məchul gətirib. Qəsəmə demirib. Qəsəmə deməyib. Deməyib Allah siz üçün ayrılıb, ayırıb. Biraz bəziləri üzə çox, bəziləri üzə az. Deyir Allah göydən göndərib sizə ruzunu. Sizin üçün ayrılıb. Nəinki Allah ayırıb. Sizin üçün ayrılıb. Fail gizlidir də burada, feil məchul gəlir. Ayrılıb, bunun bu mənası budur ki, yəni bu ayrılmanın səbəbi siz özüzsüz. Allah ayırıb, bu qəhri olardı. Məcburi olardı. Bunun bir, yəni oradan o mənanı çıxartmaq olur ki, qusimə ləha. Ləha o nəfsə qadirdir. O nəfs üçün ayrılıb. Kim ayırıb? Elə nəfs özü, nəfs özü. Allah Teala onu orada nə özünə misal vermir. Çünki o artıq əski vermək bizim özümüzün o tutumumuza görədir. Yaxşı, nəfsin özünə də nisbət verməyib, ehtiram eləyib. Deməyib ki, sən özün düşmənisən. Bəzən o əl-ərəb ədəbiyyatında budur da, feilin faili, işin sahibi gizlənilir. Neçə səbəbə görə, biri də ehtirama görə, abrın qorumağa görə. Deyir, bimə qusubə ləha min ziyadətin av nöqsanı. Siz özünüz səbəb olubsunuz, qardaş. Sənə az ayrılıb, ona çox ayrılıb. Çünki bu işarə elədi o bəzi şeylərə. Məsələn, sən də çox olsaydı, tüğyan eləyəcəkdir. Molla Nəsrəddinin, o bilirsiniz o məsələsin. 2 dənə danası var idi. Biri açıldı, qaçdı, tuta bilmədi. Gəldi, götürdü ağacı, başladı bu bağlı dananı döyməyə. Cəmaat dedi, insafın olsun. O qaçıb, bunu nöşdürsən, deyir, siz bunu tanımırsınız. Bu açılsa ondan ayrı gedəcək. Ondan da bərk qaçacaq. İndi Allah Teala bilir də bu insanların xasiyyəti ki, buna versəm nə eləyər? Özü çox vaxt insanlar o bəzi günah eləyənləri qınayır. Amma həqiqətən özü də bilir ha. Hamı da bilir ki, bu onun yerinə olsa daha bətərini eləyəcək. Bəli. Ona görə də Allah lütf eləyib, minnət qoyub bizim boynumuza, bizim üçün ruzunu ayıranda bizim xasiyyətimizə, ondan sonra bizim davranışımıza, bizim tutumumuza baxıb, neyib, onu verib, müəyyən eləyib ki, buna bu miqdar bəs eləyəcək. Özdə bu miqdar ruzunun olması, yəni ruzun azlığı insanın axirətində heç bir mənfi təsir qoya bilməz. Çünki ruzusu az olan, birdən artıq da işləsə, o ona ibadət də hesab olunacaq. Məsələn, biri istəsə işləsin, bizim vacib işləməyimiz var, müstəhəb işləməyimiz var. 5 qism əhkamımız yoxdur, vacib, haram, müstəhəb. Bizim bu işləməyimiz, bir var məsələn, haram şeylə alver eləmək, o yetmir ha söhbət. Bu, məsələn, mən bir dənə fəhlə babıyam, mənim işləməyim vacib də ola bilər, müstəhəb də ola bilər, haram da ola bilər, məkruh da ola bilər, mübah da ola bilər. Məkruh, mübah, haramla işimiz yoxdur ki, məsələn, bəzi yerdə işləməməlisən, gedərsən. Amma vaciblə müstəhəb nədir? Vacib odur ki, sənin özüvün və sənin boynunda nəfəqəsi vacib olan insanların gündəlik geyimi, yemən, gündəlik qutu yemək deyir də, gündəlik ehtiyacını təmin eləməkdən ötürü işləmək hamıya vacibdir. Necə namaz vacibdir? O da vacibdir. Namazı bəlkə də qəzaya verdin, qəzasını əmələ gətirə bilirsən, istiğfar edirsən, Allah bağışlayır. Amma mənim ki, bu adam qarnını mən doyuzdurmalıyam. Mən yatıb qalsam evdə, bu acından ya öləcək, ölməsə də əziyyət çəkəcək. Sonra heç o məni halal eləyəcək, eləməyəcək, Allah bilir. Yəni, bu vaciblə, o vacibdə heç fərq yoxdur. Yaxşı, bəlkə də bəzən bu önəmli olur, qabağa keçir. Ona görə mənə işləmək, onları doyuzdurmaqdan ötürü, gündəlik ayağının ayaqqabısı, ondan sonra nə bilim, istiliyi, soyuq, bu mənə vacibdir. Yaxşı, namaz bizə vacibdir, oruc bizə vacibdir. Allah onları bizdən əmələ gətirəndə, o borcumuzu ki veririk Allaha, vacib eləyib.
onun, məsələn, mən sənə gətirib borcumu qaytaranda uzaqbaşı deyərsən, sağ ol da. Sən mənə bir şey vermirsən ki. Amma Allaha borcumuzu qaytaranda, vacib borcumuzu, Allah o ki, biz elə qaytarmalıyıq. Bu namazı qılmalıyıq, borcu tutmalıyıq. Allah Teala bizdən neynir? Onları təhvil alır. Bizim öhdəmizdən silir onu. Yəni ki, əmələ gətirdi, təhvil verdi, əlavə bizim qucağımızı da doldurur savabla. Yaxşı. İndi 2 rəkət namaza savab verən Allah Teala bir nəfər tezdəndən axşama qədər gedir, əli qabarır, qanın tərini içərisində boynuna vacib olan bir işi özü Allahın bəndəsi, nə olsun bunun öz yoldaşıdır, nə olsun öz oğludur, qızıdır. Allahın bu da ki vacib işi görür. Allah buna savab verir, vermir. Buna da savab verir. Ondan da sonra gəlir müstəhəb. Müstəhəb də odur ki, insan o gündəlik vacib olanların təmin edir. İstəyir biraz yağlı olsun. Yaxşı. Elə evdə kifayət qədər kvadrat metrə var yatmağa. Bir dənə də otaq məsələn işləyir, artırır, qoy biraz rahatçılıq olsun. Yaxşı. Bu da müstəhəbbidir. İndi biz müstəhəb namaz qılanda Allah savab verəcək. Bəli, müstəhəb namaz qılanda Allah bizə savab verir, vermir. Müstəhəb oruç tutanda savab verir, vermir. Yaxşı. Özə bizim nə orucumuzun, nə namazımızın, Allahın bəndəsinin heç bir xeyri yoxdur. Bu bizim Allahla öz aramızda olandır. Yəni digər bəndəsinə, mənim orucumun, sənə, mənim namazımın, müstəhəb namazım. Amma burada ki, Allah bəndəsinə bu qədər önəm verib, ən-nasu iyalullah, insanlar Allahın ailəsidirlər. Mən Allahın ailəsinin yemək içməyini verirəm. Ondan da sonra hələ artıq biraz da işləyirəm, əziyyət çəkirəm ki, qoy biraz məsələn geniş olsun da məsələn. Yaxşı. Elə məsələn, hətta belə bunu cüz'i məsələlərə də keçmək olar acı. Yəni köhnə televizorda orada indi baxırlardı orada xəbərdən falandan, bəzi ibrətamiz şeylərə falanlara bezməkən. Köhnə televizorda baxır, gözü görmür, uzaqdır. İşləyir biraz artıq gedir, biraz böyücün alır ki, mənim ailə uşağım ona rahat baxsın məsələn. Ya məsələn bir xaladeyn için normal şey olsun. Məsələn bir kondisioner qışda, yayda sərin eləsin. Bunlar da müstəhəbbi işlərdir ki, Allah Teala müstəhəbbi ibadətə verdiyi qədər savabı elə bu müstəhəbbi qazanca da verir. Yaxşı. İndi niyə demək istəyirdim bunacı? Demək istəyirdim ki, o adam ki kasıbdır, Allah onun məsləhət bilib, ona ruzunu verib, o ruzunu verib az, o ruzunun azlığına görə də bu heç vaxt cəhənnəmə getməz. Əksinə nə olar? Bu ruzunu azlığında yaşasa, səbir eləsə bir savab. İnnəllaha məəs sabirin. Allah səbir eləyənlərdəndir. Onu təmin eləməkdən ötürü vacib hissəsi, vacib ibadət kimi savab alır. Müstəhəb hissəsi də müstəhəb ibadət kimi yenə savab alır. Əksinə kasıb daha çox qazanır. Belə Hacı, mən çox danışdım deyəsən. Tamam da. Tamam olub deyəsən. Hacı bilmədi ki, vaxt hasən keçdi sözün doğrusu. O qədər şirin dünya tez danışdınız ki, estağfurullah. Allah sizi var eləsin. Təşəkkür edirik sizə. Çox gözəl. Allah razı olsun. Minnətdarıq. Allah kömək olsun. Hamınızı Allaha tapşırırıq və salamu aleykum və rəhmətullah.